Salam değerli izleyiciler, her vaxtınız xeyir. Yeni videomda hər birinizi xoş gördüm. Demək söz vermişdim, gün sizə video çəkəcəm. Və bu da buradan sizə video. Səhər qalxdım, təxminən saat 5 idi, 6'nın yarısı idi. Markete dəydim, alışveriş elədim, ondan sonra gəlib evə günlük yeməklərimi hazırladım. İndi nə vaxtıdır? Səhər yeməyinin vaxtıdır. Səhər yeməyimi göstərim sizə. Həmişə hazırladığım səhər yeməyidir. Burada toyuğun filesi var, 150 qram. Bunu protein tozunun yerinə istifadə edirəm. 4 dənə tam yumurta, bir dənə yaşıl çaydır. Bu da ki, həmişə hazırladığım şekki var, odur. İndi sizə yeməyimi yiyəcəm. Ondan sonra bugünkü planlamada nə var, idman var. İnşallah ki, bir gün planlaşdırmışıq. Talih müəllimə də bir gün uyğun idi. Planlaşdırmışıq. Onun olduğu zala gedib, orada idman edərik. Bir də ki, formal baxacaq. Vaxtı az olur deyə, yəni bu günə planlaşdıra bildik ancaq. Belə heç nə. Yəqin ki, full body ya da upper body idman olacaq bugün. Səhər yeməyimi yiyeyim. Ondan sonra biraz istirahat edəcəm. Bəlkə biraz yatdım, bilmirəm. İndi uyğun olsa. Ondan sonra günorta yeməyim var. Günorta yeməyində görüşərik. Bir də dünən salaryumda çoxlamışam. Eynək taxdığım üçün gözlərimin bu alt hissəsi biraz ağ qalıb, üzüm qaralıb. Yəqin ki, fikir vermişsiniz. Gözüm belə şiş kimi görsən, amma o salaryuma görə olub. Neysə. Demək, dəyərli izləyicilər, günorta yeməyindəyəm. Günorta yeməyi bu şəkildə. İndi günorta yeməyini yiyəcəm. Burada düyüdür, toyuq filesidir, bir də göyərti olaraq zəfərdir. Bir də zeytun yağı tökmüşəm üstünə biraz. Günorta yeməyini yiyəndən sonra düşəcəm metroya, oradan gələcəm zala tərəf. Uşaqlar gələcək. Elmirdir, Rüfətdir. Göstərəcəm onların görüşəndə. Onlarla görüşüb gedirik Talih müəllimin yanına, zala. Bir dənə qəşəng idman atıb, sonda da pozing falan işləyirik, yəni göstərəcəm sizə. Heç nə, yeməyi yiyim mən, ondan sonra zalda görüşərik. Əziz izləyicilər, demək Rüfət gecikdi həmişə kimi. Heç nə, o gələcək sonra Elmirlə görüşdük. Elmir, sənə videoda xoş gördük. Hoş gördük. Özün təqdim et. Ara çıxırıq biz. Modelimiz Elmir Rızalı. Elmir İmbaya çıxacaq, mən də Ayıq Bibiyə. Demək olar ki, eyni kategoriya oynayırıq. Sadəcə Elmir əlavədən klasik fizikə çıxacaq, klasik fizikə oynayacaq. İnşallah haqqımızda xeyirlisi. Medalla, kubokla. Neçə gün qalıb? 11 gün. Elmir gün sayır deyəsən. Saatı da. Saatı da, hə. Süni intellektlə. Xəritəyə baxsan canı itməyək. Hə. Doğru da xəritə. 11 gündən sonra inşallah yaxşı bir şeylər olacaq. İzləmədə qalın. Bundan götürək, bir dənə də bundan. Yox, ancaq biz belə gəzə bilərik, gəzib baxa bilərik. Müəllim olsa gələcək. Mod. Ölürsən. Bax, çobanlara oxşusan, həqiqətən də çobanlara oxşusan. Ya da ki, Rus oğlanlar olur, şey belə qız kimi oxuyanlar. Gəldik zala, Talih müəllimə gəldik. Hətta indi məşqimiz işləyir. Upper body idmandır. Upper body idman edəcək. Hə.
Sən o sifətini bayaq çəkdim ha. Göstər. Oh, maşallah. Davay Fikri be. Çektiyse bunun aktivizatör bir Bedava mı? tahmin edebilirsin. Kanun kozu bir gitsin. Ama kozun... Ben burada dedim yani zamanlardan trainer olarak gelebileceğse sizden daha yakışı olabilir. Hepsi düşünün. Ha? Ben de problem ele bildirdim ki şeyin arkadaşlar. Sözüm var. Sözüm var. Bir tane sözüm var ki... O da səhnədə. Bir tane sözüm var burada. Yəni enerji tutarmır da, heç vaxt tutarmayacaq. Siz həmişə o anı gözləyin ki, enerjim tutaracaq, amma heç vaxt tutarmayacaq. Bir qardaş kimi həmişə mənə dəstəkdir. Səhnə arxası bu komanda çox fərqli olacaq. İnşallah. Birliyimiz.
Mən ayaq üstə eləyəcəm. Demək dəyərli izləyicilər, idmanımızı bitirdik. Apropo idmanı elədik müəllimlə birlikdə. Burada Rüfətdir, Elmirdir. Rüfət, səni də videoda xoş gördük. Və nəhayət ki, uzun müddətdən sonra bizim dəyərli müəllimimizlə görüşümüz alındı. Bugün görüşdük. Salam Talib müəllim, sizi videoda xoş gördük. Salam. Müəllim sükan arxasındadır, ona görə sadəcə müəllim sizdən feedback almaq istədik yarışdan əvvəl formamız haqqında. Yəni bu uzun müddətdir ki, çox sağ olun, bizə dəstək olursunuz həqiqətən. O ümumiyyətlə bədən formanızı mən hədsiz bəyənirəm. Çox yaxşıdır. Amma mənim üçün bir atlet gözü ilə baxırıqsa, uzun müddətli baxmaq lazımdır. Onsuz sizə demişəm, yəni nə olur olsun, siz mənim çempionumsunuz, fərqi yoxdur. Necə olur olsun, fərqi yoxdur. Amma ümumiyyətlə gördüyüm uzun müddət ərzində konkret çempionluq üçün bir düşər demişəm adaysınız. Ümumi olaraq sizin buradakı məqsədiniz nədir? Məsələn, gələcək dönümlü sadəcə bu idmandan fikirləşirsinizsə, etik qaydaları bilməyiniz, bu qədər özünüzü inkişaf etdirməyin özü çox böyük bir dəyərdir. Çünki təkcə məsələ forma ilə əlaqəli bir şey deyil. Yəni formanı yığırsan müəyyən qədər, yarışırsan bitir gedir. Amma arkada buraxdıqların nədir? Onu mütləq sizə deyirəm ki, hər dəfəsində bu şəkildə özünüzü inkişaf etdirin, videolar çəkin. Bir dəfə, iki dəfə, üç dəfə videonu çəkirsən, bir yerdən sonra görəcəksən ki, sənin üçün çox daha rahatdır. Bildi nə demək istədim? Misal üçün, Hüseynin bu mənada özünü qabağa çəkməyi çox yaxşıdır. Paylaşırsan, atırsan, əvvəlki halımı görünməyinə. Mən də videolar atırdım, elirdim, özümə deyirdim mən nəyə atıram. Cəmaət kənardan baxır, deyirdim, nəyə eləyir, nə edir. Amma görürsən ki, bir yerdən sonra rəğbət yaranır. Kənardan sən bayaqlar dediyim kimi də, yəni zaldan gəlirdilər ki, müəllim, bunu necə eləyək, bunu nə şəkildə eləyək. Görürsən ki, rəğbət var, rəğbət olduqca biraz da paylaşırsan videolarını, atmağa başlayırsan, ondan sonra da davamı gəlir. Hüseyin kimi prosto gəldi, siz də eləyəsiniz də. Mən məsələn müəllim YouTube-a video atıram, 200 izlənir, amma olsun, yəni həm xatirə kimi mənə qalır, həm də ki, heç olmasa 5 dənə bizim gəncimiz onu izləyib maariflənər. Yəni o qədər yazanlar var ki, məsələn videolarını izləyib həvəsə gəlirəm. 14 yaşında o gün bir uşaq yazmışdı məsələn mənə, videolarını izləyib həvəsə gəlirəm, bu idmanda mənə kömək edə bilərsən. Yəni çalışdığım qədər mən də onlara dəstək olmağa çalışıram. Yəni evdə edilə biləcək idman hərəkətləri paylaşıram. Sonra hansı hərəkətləri 5 addımda maraqlı şəkildə öyrətməyə çalışıram. Çünki bir insan əsasən biz bilirik də 3 cür öyrənə bilir. Məsələn, hər hansı bir şey yazaraq, görərək, bir də ki onu icra edərək. Mən məsələn həm icra edərək göstərirəm, həm alt yazı yazıram, oradan oxuyaraq nələrsə öyrənməyə çalışıram. Həm də bunu maraqlı şəkildə, məsələn, adi bizi götürsə, əgər bağçaya gedirik uşaq yaşlarımızdan ya orta məktəbə gedəndə, məsələn, müəllimlər bizə hər şeyi maraqlı şəkildə öyrədəndə bizə daha həvəslən gəlir. Biz daha həvəslən gedirik ki, məktəbə ki, məsələn, hansısa bir şey oyun vasitəsilə əslində bizə oyun kimi gəlir, amma onu öyrənməyə çalışırıq. Yəni mən də bunu gənclərimizin üstündə yoxlayıram. Yəni videolar az izlənsə də davamlı şəkildə göndərməyə çalışıram ki, ən azından yəni dediyim kimi 5 nəfər, 6 nəfər izləyər, maariflənər, nələrsə yəni yaxşı bir şey götürməyə çalışar. Bir də nə yaxşıdır səndə, maraq doğuracaq şəkildə paylaşırsan. Bəli. Çox vacibdir. Çünki bizdə Azərbaycanda buna escape to realism deyilir. Azərbaycanda hamı həqiqətən o qədər sıxılıb, yorulubdur ki, adam işdən gücdən gəlir, qəti məlumata qulaq asmaq istəmir. Yəni adam o qədər yorulubdur ki, onunla bu qədər bizdə həqiqətən də yüngül videolara baxırlar. Niyə? Çünki istəyir ki, öz reallığından uzaqlaşsın biraz, ona buna baxsın. Məlumata baxmağa o həvəs də qalmayıbdır, o baş da qalmayıbdır. Onu maraq doğuracaq şəkildə paylaşmaq ən məntiqlisidir. Ondan yəni sizdə də gələkdir. Paylaşırsınızsa düz artıq məlumat paylaşmaq yoxdur. Belə bir şey yoxdur. Ya görək də o məlumat hədsiz dərəcədə diqqət çəkər, ya da ki, maraq doğuracaq şəkildə paylaşırsan. Bəli, adi məsələn ekranın önündə sadəcə durub danışmaq izləyiciləri yora bilər. Ona görə məsələn qısa fasilələrlə kameraları yan tərəfdən çəkmək məsələn izləyicilərin daha marağını kəsb edir. Mən məsələn YouTube-da bunu müşahidə etmişəm. YouTube-a ilk başlayanda axtardım, araşdırdım. Məsələn bizim YouTube-da ən seçilən məsələn Mr. Beast'in hansı ki müsahibələri var, orada deyir ki, videonun yəni
əsas izləyicinin diqqətini necə çəkərsən? Məsələn, 20 saniyəyə qədər bir izləyici videonu izləyir, rahat şəkildə baxır. 20 saniyədən sonra ona maraqsız gəlir. Elə bir şey yaratmalısan ki, 20 saniyəyə qədər, yəni ondan sonra başqa bir konsept gəlsin ki, onda maraq doğursun və o videonu izləməyə davam eləsin. Yəni bunları kəşf etmişəm. Ən çox da YouTube-da misal üçün biraz da uzun müddətli videonu çəkməyən bəlkə də onlara xeyir edir, amma sosial platformalarda misal üçün Instagramda, TikTokda konkret o şəkildə cəhd edəsən. Bəli. O alqoritmi bilmək lazımdır. Bu bir insanların mənim gördüyüm ən yaxşı etdiyi şey alqoritmi çox yaxşı başa düşübdülər. Adamın məlumat deyilən heç bir şeydən xəbər yoxdur, amma izləyicinin nə istədiyini bilir. Bəli. Nə istədiyini biləndə oynaya bilirsən ona qarşı. Yəni sən misal üçün bəzən diqqət yetirirəm. Nə olsun ki deyirlər ki, misal üçün düşük görsənlər, yüngül görsənlər. Nə olsun adam diqqət yetirmir, video paylaşır. 1 milyon, 2 milyon. Bir yerdən sonra sən özün bilir rəğbət bəsləyirsən ki, bax belə, misal üçün gör necə bu hala gəlib çıxdı. Onun alqoritmi mütləq tutmalısın. Bundan təxminən 2 ay əvvəl paylaşmışdım. Gənclikdən 28 may metrosuna qədər ayaqla getdim. Ondan sonra Talih müəllimin hansı ki zalı vardı, bu əziyyətlə o zalı ərsəyə gətirməyə çalışır, hələ də çalışır. O videonu yəqin siz də izləmisiniz. İndi nəhayət o gün gəldi çatdı. Həmişə istəmişdim ki, o zalın içərisinə girib oradan yaxından tanış olum. Müəllim mənim bu arzumu yerinə gətirdi. Dedi ki, gəl səni aparım zala Bakıdan. İndi gedirik zala. Etsən, videonun davamını zalda çəkərik. Bəzən arıq idi, çox seçmədim. Gəldik zala. Yaxşı çəkim, elə bir şey öz yükünü çəkim. Hədə çəkirəm. Dostlar, dəyərli izləyicilər, gəldik zala. İşlər gedir. Gözünü falan yaxşı da. Oranı ne çəksən? Qabağa çək də. Xanım zal. Yox. Bunun aşağısı çox da yaxşı olmaz. Bəzən kanun zalı aldığında elə bir səviyyə götürür. Bir bazı elə var, arı koridor. Arı koridor olmadı, yaxşı güzel. Razlıq kanun üçün tam bəs. Böyle Bunun mi? yenə böyük. Maşallah bu oyunu olmaz. Düştü geldiğim ıncalı buradan nəyinsə götürdü. Kişilərin razıvalkası bura. Lazım da böyle. Döyüştü. VIP hissəsi də kişilərdə. VIP. VIP hissə kesiləcək. Hə, proje VIP hissəsi. Bir hissədən ancaq VIP qoyacaq ki, oranın əsas məqsədi nədir? İzolyasiya olsun, təkli olsun, zaman çox bir-birinin üstünə düşməsin. Burada çünki indi başlarda ola bilər ki, müəyyən qədər insan olsun, sonra sıxlıq olur deyə adam narahat olur. Bir də müəllim ola bilirsə ki, Əlbəttə. bir də müəllim soruşurlar ki, zalına baxansız, nə vaxt o qədər insan soruşur. Yəni hər kəs səbirsizlə gözləyir, necə biz gözləyirik. Yəni təxmini bir vaxt deyə bilərsiniz. 35 günə hardasa hazır olacaq. Sən bəlkə də 25 günə də hər şey gətirmək olar, ancaq işi görsənsə yaxşı görməlisən. Nə də açılsın deyə açmaq lazımdır. Orada itirən əslində mənəm, amma deyirəm ki, qoy itirim, yaxşı bir şey ortaya çıxardım, adıma layiq olsun. İnşallah. Bu hissədə buna bax, Maksimum 35 günə hazır olun, izləmədə qalın. Zalın açılışını da paylaşacağım, hər bir şeyi etsən. Necədir Dəyərli izləyicilər, yenə Rüfət dostumla oturmuşuq. Mənimlə ayrıldı. Yəni zalın qabağında oturmuşuq. Yəni yeməyimizi yeyək, çox acından öldüm həqiqətən. Yeməyimizi yeyək. Yəni günümüz bu şəkildə keçdi bu gün. Sabah inşallah görüşərik. Sizə söz vermişəm. Hər gün vlog videosu paylaşacağam sizlərlə. Etsən. Çox xoş gün keçirdik Talih müəllimlə. Çox hala idi. Oy da, xoş olsun. Uşaqlar, söz demək istəyirəm. Hə, de.
Bura qədər izləmişsinizsə həqiqətən təşəkkürümü bildirirəm. Dəyərli zamanınızı alıb videonu izləmişsiniz. Bəlkə bu videodan ola bilər nəticə çıxartmısınız, biliyiniz artır və yaxud da heç qazanmayıb, bilik səviyyənizi artırmamısınız, sadəcə baxmısınız dəstək məqsədi üçün. İki halda da biz sizə təşəkkürümüzü bildiririk. İzlənməniz bizə böyük bir dəstəkdir. Yəni dəyərli zamanınızı bizim üçün ayırırsınız. Yaxşı da qısa elə acını ölürəm. Rüfəti məcbur elədim ki, sən gərək yemək yeməlisən. Təzilin işim var, Rüfətdən getməliyik. Hə. Mən yeməyim tez bitdi deyə bu hələ öz kriskasını yiyib bitirə bilmiş. Gəlin böyle şey. Biletlərimizi aldıq. Mənə dəstək olanlar üçün. Belə. İnşallah haqqımızda xeyirlisi. Yaxşı olacaq. Bir də qeydiyyat günü yəqin burada görüşərik yenə. Çox uzun bir gün oldu. Gün bitməyi bilmir. Demək ki, axşamınız xeyir olsun, dəyərli izləyicilər. Video bitsin, bitməyi bilmədi. Uzandıqca uzandı. Belə heç nə. Gəldim evə. Bir dənə yuyundum. İndi axşam yeməyi vaxtıdır. Yeməyim bu şəkildə. İnşallah ki, video xoşunuza gəlmişdir. Çox maraqlı gün keçirdik. Heç nə. Gecəniz xeyrə. Sabah görüşənədək, yəni sabah yenə vlog gələcək inşallah.